Green Card Lotereya 2025-ci ilin cavabları artıq açıqlanır. ABŞ-da yaşamaq, işləmək arzusunda olan minlərlə insanın həyəcanlı anı gəlib çatdı. 3 may 2025 tarixində Bakı vaxtı ilə 20:00-dan etibarən ABŞ Departamentinin rəsmi saytında öz cavablarınızı yoxlaya bilərsiniz. Bəs nəticələri necə yoxlamaq olar? Bunun üçün aşağıda mən link qoyacağam, ora daxil olub sizə burada göstərdiyim kimi, eyni mən etdiyim kimi siz də edib yoxlaya bilərsiniz. Deməli necə yoxlamaq olar? Birinci sıraya daxil edirsiniz confirmation number, yəni əlinizdə olan həmin o kodu. İkinci sıraya öz soyadınızı daxil edirsiniz. Üçüncü sıraya yalnız və yalnız öz ilinizi yazırsınız. Dördüncü sıraya isə gördüyünüz rəqəmlə yazıları daxil edirsiniz. Sonra isə submit-i vurursunuz və ekranda açılan nəticəyə baxırsınız. Qalib olanda sizə özəl olaraq bir yazı görəcəksiniz və sizin orada case numberiniz olacaq. Yox, əgər qalib gəlməsəz, o zaman has not been select yazısı ilə rastlaşacaqsınız. Green Card haqqında məlumat bu qədər. Yeni məlumat olduqca sizinlə bölüşəcəm.